təmiməni asan insan iki səbəbdən dolayı asır. Təmiməni asan insan iki səbəbdən dolayı asır. Birincisi odur ki, olası bir şərin qabağını almaq üçün. Hələ ki, heç də baş verməyib. Yəni elə bir şər baş verməyib, hasıl olmuyor. Bunu ona görə asır ki, olası bir, əgər gələcəksə bir şər, onun üzərindən asır. Ki, və yaxud da ki, hansısa gözləməyə görə və s. Bir şeyin baş verməmişdən qabaq, yəni hasıl olmamışdan qabaq, o şeyi asır ki, o olası bir şərin qabağını alsın. Məsələn, ola bilsin ki, övladlarının və yaxud da ki, deyək ki, evlərin girişlərindən asırlar və yaxud da ki, öz keçmişdə var elə bir şey, atlarından asırdılar, amma indi məsələn, adi miniklərdən asırlar, yəni maşınlardan asırlar və s. Yəni birincisi nə oldu? Asır ki, şər gəlməmişdən, hasıl olmamışdan qabaq o şərin qabağını alsın deyə. İkincisi isə o şər əgər hasil olubsa, o şəri aradan qaldırmaqdan ötürü asırlar. O həmən təmimələri. Yəni artıq o şey hasil olub və o şeyi aradan qaldırmaqdan ötürü nə edir? Təmim asır. Və bunun deməli hökmü barəsində alimlər buyururlar ki, qardaşlar, bu səbəbdə şirkə gətirib çıxardır. İnşallah çatdırsaq ya bu dərs ya da gələn dərs səbəblərini danışacağıq inşallah. Yəni doğru olan səbəblər hansılardır? Səbəbləri düzgün götürmək nədir? Şəriətin məsələn gətirdiyi səbəb olan şeylər iki şərtlə olur. Yəni bunları inşallah əgər vaxtımız çatsa, bu dərsdə çatmasa isə gələn dərsdə götürəcəyik inşallah. Deməli hökm barəsində dedik ki, alimlər buyurur ki, əziz qardaşlar, bu nə edir? Səbəblərdə şirkə qapı açır. Və bəzən böyük şirkə qapı açır, bəzən də kiçik şirkə. Yəni o həmən şeyi edən, yəni bu deməli təmimən asan adamın etiqadına qayıdırır məsələ. Yəni onun halına qayıdırır məsələ. İbn Baz rahimehullahdan təmimə barəsində soruşulduqda İbn Baz rahimehullah buyurur ki, "Qad yakunu şirkan akbar iza i'taqada mualliqun at-tamimatu annaha tahfazuha." Əgər deyir, İbn Baz rahimehullah deyir ki, əgər o insan etiqad etsə ki, o təmiməni asmaqla bir yerdə, yəni burada təmimə asmaq, yəni götürün məsələn bugünkü günümüzdə bilmirəm o nə deyirlər ona, muska deyirlər türklərdə, amma bizdə bilmirəm adı nədir. Vallah aləm. Yəni elə bir şey asırlar, içində nəsə olur belə, ya Quran ayəsi olur, ya nə bilim indi inşallah gələcək ki, o içindəki bəzi şeylər var və onların hökmləri barəsində gələcək. Yəni xülasə İbn Baz rahimehullah deyir ki, qardaşlar, Məcmu' Fətavada, İbn Baz rahimehullah Məcmu' Fətavasında deyir ki, əgər o şəxs o təmiməni ki asır, o şəxs əgər etiqad eləsə ki, o şey onu qoruyur və yaxud da ki, xəstəliklərdən onu mühafizə eləyir, ondan zərəri uzaqlaşdırır. Amma bir şərtlə ki, bununla yanaşı etiqad edir ki, Allah Taala'nın izninin xaricində, Allah Taala'nın məşiyyətinin xaricində. Yəni bu nə deməkdir? Adam boynundan asıb məsəl üçün o muska dediyimiz şeyi, bəzən o kaşlok kimi olur balaca şəkildə. Onu asıb boynundan müstəqil şəkildə Allahın məşiyyəti olmadan deyir ki, budur məni qoruyan. Şərlərdən qoruyan budur, zərərləri məndən uzaqlaşdıran, xeyri mənə gətirən budur, hətta onu öpür alnına qoyur və s. Əgər bu cür olsa, Allahın iradəsindən kənar bu artıq böyük işdir. İbn Baz rahimehullah deyir. Və həmçinin başqa yerdə yenə İbn Baz rahimehullah deyir ki, "Vəs-səvabu enne ta'liqat təmaim leysa minəl istihza bid-din." Bəzi insanlar deyirlər ki, yəni bu təmimi asmaq dinlə istehza etməkdir. Lakin belə deyil deyir Şeyx rahimehullah. Bəl minəş-şirkil əsğar. Lakin deyir o nədir? Kiçik şirkdən sayılır. Kiçik şirkdən sayılır və cahillərə bənzəməkdir. Cahillərə bənzəmək. Çünki başda dedi ki, ərəb cahilləri nə edirlər? Bu şeylərdən istifadə edirlər. Və sözünün davamında buyurur ki, Şeyx rahimehullah, bəzən də bu onu asan insanın qəlbindəki etiqada görə böyük şirk ola bilər. Yəni bayaq da qeyd etdiyim kimi, yəni o insan etiqad edir ki, o müstəqil şəkildə onu qoruyur. Bəzi insanlar deyir ki, asıb boynuna, deyir ki, qardaş, mən etiqad eləmirəm ki, bu məni qoruyur. Yəni sadəcə deyirəm ki, səbəb qoruyan Allah deyə, amma bu səbəbdir də, yəni səbəb Allah bunun səbəbi ilə məni qoruyur bəlalardan və s. Bu deməli demək olar kiçik şirkdir bu. Kiçik şirkin növlərindəndir. Lakin əgər müstəqil şəkildə artıq etiqad eləsə ki, odur məni qoruyan, yəni artıq buradan olur, böyük şirk hasil olur.